Hətta bu Mirzəbəli deyərək yenə həmin məqaləyə misal çəkir. Dövlət çevrilişindən xeyr, sən millət vəkilisən. Bir adamı dövlət çevrilişində ittiham edirlər, vətənə xədmət edir. Ağzı açıb adam haqqında bir kəlmə demirsən. Sən nə ki parlament oturursan? Saxta yolla. O mandatı sən alıbsan. Sən Azərbaycanda 5 dəfə ailə üzvlərinin də daxil olman. Sənə səs verir o ağılla, o işlə başlayır. Sən bir gedir keçmişova bax görsən Rusiyada təhsil alırkən hansı orqanlarla əməkdaşlıq? Get bir özün haqqında, ondan sonra get Sədrcanında elə təhqiramiz ağzına gələn yaz. Sən get o qəzetin redaktorun kim olduğunu özün üçün araşdır, ondan sonra gəl mənim haqqımda ağzına gələn danış. Siz bugün Ramiz Mehdiyevə, ailəsinə, ailə üzvlərinə, yaxın ətrafına yönələn kampaniya, ki, amansız bir kampaniya edir, mənəvi, psixoloji, heç bir amansız kampaniya edir. Ramiz Mehdiyev tam arxanında bilir ki, bu oyunun mahinədir. Bu oyunu ötürüblər müəyyən bir qrup, həmişə APAdır, müsavatlı. Biz bir də bunlar kimlərdir, hara xidmət edirlər, ictimai rəyi çaşdırırlar.